Şən bəy, orada bilsəniz, çoxu bizə də həmin suallar gəlir. Əslində o maddiyyata bağlayırlar ki, yəni bu sən niyə eləyirsən də, yəni sən bunu maddiyyat yoxdursa orada niyə eləyirsən? Bizə çox sual verirdilər, elə həmişə sual verirlər. Amma bilsəniz burada məqsəd və insanlar bilsəniz əsas kütlə. Burada bizim xitab elədiyimiz əsas kütlədir. Əsas kütlə nədir? İnsanlar hansı ki, çox bu qazandığı pulları əziyyətlə qazanırlar. Bəli, biz onları qorumalıyıq. Yəni baxın, mənə belə deyim də, bu dəqiqə müf pul gəlsə, belə müf pul xalq arasında deyirlər də, gəlsə, mən heç sizlə niyə məsləhətləşim ki onu mən? Bəli. Amma eləməlisiniz. Kev alaram. Yox, kev alacağım, uzağa deyəcəm, xarab oldu da, tullayacağım onu. Bəs yaxşı, dövlət bəs ümumiyyətlə bizim milli gəlirimiz deməli belə çıxır ki, o şeyi alan insan üçün o maraqlı deyil. Bir dəqiqə, birinci onlar qorumalıdırlar. Azərbaycanın ən əsas problemlərindən biri varlı adam çox vurdum duymazdı. Baxın, varlı adam kütləni xeyrə aparmalıdırsa o bizim vətəndaşımızdır, yoxsa varlı adam mənim pulum var, nəyimə lazımdır, başqaları deyən də bizim vətəndaşımızdır. Varlı adam bu əməllə gedəndə o Allahın quludur və xidmətkardır, yoxsa mənim nə vecmədir? Namaz qılır, Namaz qılır, ağzına gələn gedir 500 mindən maşın alır. Sən kimsən bu ölkədə sən 500 mindən maşın alırsan? 500 minin üstünə bir 500 min də qoy, gəl bəlkə bir dənə balaca istehsalat qurasan, o kasıblara dəstək verək, inkişaf eləyək deyək.